Deməli, abituriyent 2026 riyaziyyat suallarını izahı. Birinci sual. 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. 3 rəqəmli ədədimiz yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. Bu rəqəmi ədədin əvvəlindən silib sonuna yazdıqda ədəd 369 vahid azalar. Bilmirik ikinci, yəni onluqlar və təkliklər mərtəbəsindəki rəqəm neçədir. Amma deyir ki, bu rəqəmi yüzlüklərdən silib, yəni bu rəqəmi ədədin əvvəlindən silib sonuna yazdıqda ədəd 369 vahid azalar. Alınan ədədi əvvəldən silsək, sonuna yazsaq, bu zaman 6xy, xy 6 olur. Bu şəkildə, yenə 3 rəqəmli olur. Amma 369 vahid azalmış olur. Onda bunların fərqi 369-dur. Neçədən 6-nı çıxsaq 9 eləyər. Bunu fikirləşək 15-dən. Onda y 5 imiş. 15-dən 6 çıxıblar 9 eləyib. Y 5-dirsə neçədən 5-i çıxanda 6 eləyər. 11-dən 5-i çıxanda, amma bura 2 yazmalıyıq ki, birini bura götürmüşdü axı 5. Deməli, bu 11-dən 5-i çıxıblar, 6 eləyib. X 2-dir. X 2-dirsə, buradan yenə 11 olması üçün 6-dan 1-ni götürmüşdü, 5 qalıb. 5-dən də 2-ni çıxanda 3. Soruşur, verilmiş ədədin rəqəmlərinin cəmi neçədir? Ədədimiz 625 olur. Rəqəmlərinin cəmi 6, 2, 5, 13. 13 C bəndi. İkinci sual. Abituriyent kitabın 30%-ni, sonra isə qalan hissənin 20%-ni oxuduqdan sonra 210 səhifə qalarsa, kitab neçə səhifədir? Abituriyent əvvəlcə kitabın 30%-ni oxuyub. Kitab 100%-dir. 30%-ni oxuyubsa 100-dən 130%-ni çıxmaq lazımdır. Yəni 70%-i qalır. Sonra isə qalan hissənin 25%-ni oxudu. 70%-i qalıb, 70-in 25%-ni oxuyub. İxtisar gedir. Bunlar da gedir 2-yə. 35. 35-in də yarısı 17,5%-ni oxuyub. Bu zaman 210 səhifə qalıb. 70% qalmışdı. 17,5-ini də oxudu. 17,5%-ni. Hesablayaq. 52,5%. Deməli, nəticədə sonda 52,5% qalıb. Bu 210 səhifədir. Kitab neçə səhifədir? Yəni 100%-i soruşur bizdə. 210-u 100-ə vurub 52,5-ə bölürük. Buradan vergül aparmaqdan ötürü bura 0 əlavə eləyək. İxtisar aparaq. 525 ilə 210-u 5-ə bölək. Bunu 5-ə böləndə 102. Bir dəqiqə. Bunu 5-ə böləndə 42. Bunu 5-ə böləndə 105. 105 ilə də 1000-i 5-ə bölək. 21, 200. 42 də 21-ə bölünür 2. 2-ni də 200-ə vuranda 400 səhifə. Cavab B bəndi. Üçüncü sual. O mərkəzli çevrəyə AB toxlanı və AD kəsəni çəkilmişdir. ACB bucağı, ACB bu bucağı bizə verib 110 dərəcə. Bucaq A-nı soruşur. Bucaq A-nı soruşur. Şəklini çəkək. Mərkəzdən keçir. A, B, C, O, D. Deməli, ACB, yəni bura 110 dərəcə. Bucaq A-nı, buranı soruşur. Bu 110-dursa, bura qonşusu 70-dir. Bu 70 dərəcədirsə, söykəndiyi qövs 140-dır. 70-in kimisli. CD diametri olduğuna görə bu yarım çevrədir. Yarım çevrədirsə, bura 140-dırsa, BC qövsünə qalır 40 dərəcə. Toxunan və kəsən arasındakı bu bucaq isə, yəni bucaq A, qövslərin, yəni böyük qövslə kiçik qövsün fərqinin yarısı olur. 140 çıxılsın 40,
böl 2. Cavab 50 dərəcə. Y bəndi. Dördüncü sualda. Bərabərliyini ödəyən A və B tam ədədlər üçün 3A üstə gəl B ifadəsinin qiymətini tapın. 72 36 vur 2-dir. Olur 6 kök altında 2. 50 25 vur 2-dir. 5 kök altında 2. 27 9 vur 3-dür. 3 kök altında 3. A kök altında 2, B kök altında 3. Bunlar çıxanda kök altında 2, üstə gəl 3 kök altında 3. A kök altında 2, B kök altında 3. Buradan görünür ki, bərabərlikdən A'nın yerində 1'dir. B'nin də yerində 3'dür. Bərabərliyi ödənsin deyə. Bizdən soruşur 3A üstə gəl B-ni. A 1'dir, B 3. Cavab 6. Y bəndi. İkinci sual. A və B rəqəmləri üçün ifadəsinin qiymətini tapın. Deməli, dövrə ədədləri belə yazırıq. A tam 9'da B. Üstə gəl B tam 9'da A. Qarşıq ədədi də çevirək. Çevirdik. A üstə gəl B. Bunları çevirək düzgün olmayan kəsirə. Olacaq 9'da 9A üstə gəl B. Üstə gəl məxrəc qalır 9B üstə gəl A. Məxrəcdə A üstə gəl B. Ortaq məxrəc 9 qalır, sürətlər toplanır. 9A ilə A-nın cəmi 10-a. 1B ilə 9B-nin cəmi 10B. Məxrəcdə də A üstə gəl B. 9 düşür aşağı, 9 vur A üstə gəl B. 10'u çıxardırıq qarşıya, 10 vur A üstə gəl B. A üstə gəl B-lər gedir. Cavab 9'da 10. Elə cavab düzgün olmayan kəsir şəklində verilib. D bəndi. 6-cı sual. Tərəfi 7 olan düzgün altıbucaqlının böyük diaqonallarının cəmini tapın. Deməli, altıbucaqlının böyük diaqonalının düsturu 2A. Əgər tərəfi 7-dirsə, onda böyük diaqonalı 14 olacaq. Böyük diaqonallarının cəmini istəyir. Görək, altıbucaqlının neçə dənə böyük diaqonalı olur? Təsvirdən baxaq. Böyük diaqonalı budur. Bunlar kiçikdir. Biri budur, bir də budur. 3 dənə böyük diaqonalı var. Onda cavab 3 vur 14'dür. 42. O birlər kiçik diaqonallardır. Onu da göstərək. Bunlar belə. Eyni ilə də bu təpədən çıxır, bura çəkilir. Bura çəkilir. Eyni ilə də bu təpədən bura çəkilib artıq, biri bura çəkilir. Eyni ilə bu təpədən bura artıq çəkilib, biri bura çəkilir. Bu təpədən də artıq hamısı çəkilib. Bunlar kiçik diaqonallardır. Böyük diaqonallar isə təpədən belə qarşı təpələrə çəkilən diaqonallardır. 7-ci sualda. A kvadratı çıx 4 böl A çıx 2 çıx A kubu çıx 8. Birinci gəl bunu sadələşdirək. A kvadratı çıx 4 A çıx 2 A üstə gəl 2'dir. Məxrəcdə A çıx 2. A kubu çıx 8'i açaq. Müxtəsər vurma ilə A çıx 2 A kvadratı üstə gəl 2A üstə gəl 4. Məxrəcdə də A kvadratı üstə gəl 2A üstə gəl 4. Sadələşdirək. A üstə gəl 2 qalır. Burada da A çıx 2 qalır. Qarşıda mənfi olduğuna görə işarə dəyişir. A'lar gedir, cavab 4. B bəndi. 8-ci sualda. Deməli, deyir, ABC bərabər yanlış bucağında AB BC-yə bərabərdir. Deməli, bu bərabər yanlış bucaqda bunlar bərabərdir. DY AB-yə perpendikulyardır, şəkildən görsənir. DF də BC-yə perpendikulyardır, bu da görsənir. Bucaq B 45 dərəcədir. Buna baxaq. Şəkildə var. DY 5'dir. Buranı verib 5. DF 3'dür. Buranı 3. AB tərəfinin uzunluğunu soruşur. Buranı soruşur. Dolayısıyla buranı da soruşur.
Yəni bərabər yanlı olduğuna görə. Bunu belə birləşdirsək, 2 dənə düzbucaqlı üçbucaq yaranır. Tərəfləri adlandıraq, yan tərəfləri x, x. Sahə ilə gedə bilərik. Bu üçbucağın sahəsi x vur 5 böl 2, yəni burada A, B, D üçbucağının sahəsi üstəgəl D, B, C üçbucağının, yəni x vur 3 böl 2. Ortaq məxrəc 2 olsa 5x, 3x, 8x böl 2, 4x. Bir də bu üçbucağın sahəsini 2-də 1 AB sinüs alfa düsturu ilə 2-də 1 AB sinüs alfamız da sinüs 45 tapa bilərik. Buradan x vur x, x kvadratı sinüs 45 kök 2 böl 2. Bir də məxrəcdə ikimiz var. Kök 2 x kvadratı böl 4. Üçbucağın sahələrini bərabərləşdirək. Kök altındakı x kvadratı böl 4 bərabərdir 4x-a. Çarpaz vuraq. Kök 2 x kvadratı 16x. Keçirək bu yana. Ortaq vuruğu da çıxardaq xaricə. X bir dəfə 0. Bu təbii ki bizim kökümüz ola bilməz. X. Bir dəfə də kök altında x çıx 16 0'dır. Kök altında x 16. X də bərabərdir 16 böl kök 2. Məxrəci ləçəkdən azad eləsək kök 2'yə vuracağıq. 8 kök altında 2. Və bizdən yan tərəf istəyirdi. Cavab B bəndi. 9-cu sualda. Tənliyi ilə verilmiş çevrə A nöqtəsindən keçir. Bu çevrənin radiusunu tapın. Aparaq bu A nöqtəsinin koordinatlarını x-in y-in yerinə qoyaq. Görək buradakı bu kiçik A nədir? X-in yerinə 5 yazanda olur kvadratı 25. 5 vur 4 20. Y-ə 1 deyəndə kvadratı 1. 1'i A'ya vuranda A çıx 12 bərabərdir 0. A qalır 25 çıx 25 üstə gəl 1 6 çıx 12 mənfi 6 keçir o yana 6. A-nı tapdıq. Onda olur belə x kvadratı çıx 4x üstə gəl y kvadratı A-nı 6 tapmışıq yerinə yazaq. 6y çıx 12 bərabərdir 0. Çevrənin tənliyinə gətirək. X kvadrat çıx 4x-ə 4 lazımdır. Tam kvadrat ayrılsın. Y kvadrat çıx 6y-ə 9 lazımdır. Özümüzdən 4 ilə 9, yəni 13 əlavə eləmişik deyə 13 çıxırıq. Bir də misalımızda çıx 12 var. Bu tam kvadrat x çıx 2'nin kvadratıdır. Bu da y çıx 3'ün kvadratıdır. Mənfi 13 ilə mənfi 12 mənfi 25. Sağa keçir 25. Bizdən çevrənin radiusunu istəyir. Çevrənin radiusu 5 imiş ki burada 25 alınıb. Cavab A bəndi. 10-cu sualda 1 üstə gəl kosinus 9. Kosinus 18'i kosinus 2 vur 9 kimi göstərək. Sinus 9 qalsın. Sinus 18'i də sinus 2 vur 9 kimi. İndi buna kosinus 2 alfanın düsturunu tətbiq eləyək. 1 üstə gəl kosinus 9 qalsın. Kosinus 2 alfanın düsturu belədir. Kosinus kvadratı 9 çıx sinus kvadratı 9. Sinus 9 qalsın. Sinus 2 alfanın düsturuna görə 2 sinus alfa kosinus alfa. Bu sinus kvadratı alfa, sinus kvadratı 9. 1 çıxılsın kosinus kvadratı 9'dur. 1 üstə gəl kosinus 9 üstə gəl kosinus kvadratı 9. Qarşıda mənfi olduğuna görə çıx 1 mənfi mənfi üstə gəl kosinus kvadratı 9. Məxrəcdə də sinus 9 üstə gəl 2 sinus 9 kosinus 9. Bu birlər islah gedir. Kosinus kvadrat 9 kosinus kvadrat 9 2 kosinus kvadratı 9 üstə gəl kosinus 9. Məxrəcdə də sinus 9'u qarşıya çıxarsaq 1 üstə gəl 2 kosinus 9 qalır. Surətdən də kosinus 9'u çıxartsaq qarşıya 2 kosinus 9 üstə gəl 1 qalır. Bu da məxrəcdəki də elə. 1 üstə gəl 2 kosinus 9. Mötəzilər ixtisar gedir.
Kosinus 9'u sinus 9'a böləndə cavab kotangens 9. Bu da C bəndindədir. 11-ci sual. Tənliyin köklərindən biri 4 olarsa, tənliyin kökü x-in qiymətidir. Aparıb yerinə qoyaq. 4-ün kvadratı 16. 4 vur 2, 8 çıx m bərabərdir 0. 16 çıx 8, 8. Onda m olur 8. M 8-dirsə aparıb yerinə qoyaq. M-in yerinə 8 qoyanda x kvadrat üstə gəl 8x çıx 20 bərabərdir 0. Tənliyinin köklərini soruşur. Deməli, tənliyin kökləri elə bir ədəddir ki, onları vuranda -20, toplayanda ikincinin əksi -8 alınır. Hansı ədədlər ola bilər? -10 və 2. Vuranda -20, toplayanda -8. Bu da C bəndindədir. 12-ci sual. Müstəvi üzərindəki ABC düzbucaqlı üçbucağına A düzbucaq təpəsində müstəviyə MA perpendikulyarı qaldırılmışdır. MD BC-yə perpendikulyardır. Bunlar şəkildə göstərilib. BD 6-dır. Bunu qeyd edək şəkilə. DC 4-dür. AM 2 kök 3-dür. MD-ni soruşur. Bu MD-ni soruşur bizdə. Deməli, burada düzbucaqlı üçbucaqda AD hündürlüyünü çəkək. AD hündürlükdür. Hündürlüyün düsturu AD kvadratı H kvadratı bərabərdir M-in düsturuna görə 4 vur 6 24. Onda AD-nin kvadratı 24. Pifagora görə də buradan MD AD-nin kvadratı ilə AM-in kvadratının cəmidir. AD-nin kvadratı 24'dür. AM-in kvadratı da 4 vur 3 12'dir. Kök altında. 24 üstə gəl 12 36 kökdə çıxır 6. Cavab A bəndi. 13-cü sual. Kompleks ədədinin həqiqi hissəsini tapın. Deməli, bunları mütəzələri vurub açaq. 1 çıx yeni 1 üstə gəl i üstündə 17'yə vuraq. Olacaq belə. 1 çıx i üstə gəl i üstü 17 çıx 1 çıx i üstü 18. 1 üstə gəl i üstü 19 qalsın. Burada birlər gedir, qalır. i üstü 17 çıx i üstü 18. Bunu da vurub açaq. i üstü 17-ni 1'ə vuranda i üstü 17. i üstü 17-ni i üstü 19'a vuranda i üstündə 36 çıx i üstü 18 çıx i üstü 18 ilə də 19 toplanır 37. İ'lərin qüvvətlərinə baxaq. İ'nin birinci dərəcədən qüvvəti i'dir. İkinci dərəcədən qüvvəti -1'dir. Üçüncü dərəcədən qüvvəti -i'dir. Dördüncü dərəcədən qüvvəti 1'dir. Bundan sonrakiləri isə 4'ə bölürük. Qalığı götürürük. 17'ni 4'ə böləndə qalıq 1 eləyir. 36'nı 4'ə böləndə qalıq 0. 18'i 4'ə böləndə qalıq 2. 37'ni 4'ə böləndə qalıq 1. i üstü 1 i üstü 0 1 i kvadratı -1 i üstü 1 i. i'lər silah gedir. -1 mənfiyə görə müsbət 1 1 ilə də toplanır 2. Bu da A bəndindədir. 14-cü sual. Deyir A 15B ədədi sislərinin B 12A həndəsi sislərinin ardıcılı hədləri olarsa A kvadrat üstə gəl B kvadratını təpin. Ədədi sislərin ardıcılı hədləridirsə onda ortadakı 15 A ilə B-nin ədədi ortasına bərabərdir. Yəni A üstə gəl B 30'dur. B 12A həndəsi silsilədirsə onda ortadakı hədd 12 B ilə A-nın həndəsi ortasıdır. Belə. Onda buradan alıram ki AB 144'dür. Bizdən A kvadratı üstə gəl B kvadratını soruşur. Köməkçi düstura görə A üstə gəl B kvadratı çıx 2AB-yə bərabərdir. A üstə gəl B-miz 30'dur. 30'un kvadratı. AB-miz də 144. 30'un kvadratı 900. 144'ün 2 misli 288. Bunları da çıxırıq. 612.
Bunu soruşurdu elə. Cavab 612. 15-ci sual. Düzgün dördbucaqlı piramidanın oturacağının sahəsi 100, apofemi 13 olasa həcmini tapın. Düzgün dördbucaqlı piramidanı təsvir eləyək. Deməli, fəza fiqurlarında belə bir anlayış var. Əgər fiqur düzgün piramidadırsa, onda oturacağı kvadratdır. Deməli, bu piramidayı tamamlayaq. Əgər oturacağının sahəsi 100-dürsə, onda A kvadratı 100-dür. A olur 10. Yəni oturacağının tərəfləri 10 kvadratdır. Apofemi isə yan üzün hündürlüyü deməkdir. Yan üzün hündürlüyü 13. Həcmini soruşur. Piramidanın həcmi belədir. 3də 1. S oturacaq vur H. S oturacaq məlumdur 100. H üçün bizə piramidanın hündürlüyü lazımdır bu. Bunu belə birləşdiririk. Bu da tərəfinin yarısıdır da, ortadan yana qədər məsafə onun yarısıdır, yəni 5. Bu 13, bu 5, onda hündürlüyü Pifagorla tapa bilərəm. 13-ün kvadratı çıx 5-in kvadratı. Bu da 144, yəni 12. Onda hündürlüyümüz 12. Bu 12 ilə 3 ixtisar gedir 4, 4-ü də 100-ə vuranda 400. Piramidanın həcmi 400. 16-cı sual. 16-da müxtəlif yollarla həll edə bilərik. Mənə elə gəlir, ən rahat yolu budur. Loqaritmada belə bir qayda var ki, loqaritmanın əsası ilə loqaritmalı ifadənin yerini dəyişəndə tərsinə yazılır. Məxrəcdə də çıxır surətdə. Loqaritma 80 əsasdan kök 2. Loqaritma 80 əsasdan 5. Üstəgəl 3. Loqaritma 80 əsasdan 4. Bunun məxrəcində də 2 qalır. Loqaritmanın qarşısındakı ədədi qüvvətinə keçirmək olur. 80 əsasdan kök 2 üstündə 2. Bu ilə 80 əsasdan 5 qalır. 80 əsasdan bu 2-də 3-dür də çıxır qüvvətinə. Olur loqaritma 80 əsasdan kök 2-nin kvadratı 2 eləyir. Loqaritma 80 əsasdan 5. Loqaritma 80 əsasdan 4-ü 2-nin kvadratı yazanda kvadrat bu 2 ilə ixtisar gedir. Qalır 2-nin kubu. 8. Loqaritma 80 əsasdan 2 vur 5 10. 10'u da 8'ə vuranda 80. Bu da 1'ə bərabərdir. 17-ci sualda tangens 4x bərabərdir kotangens 50 tənliyinin 0-180 dərəcə parçasındakı köklərinin cəmini dərəcə ilə tapın. Burada belə yaza bilərik. Tangens 4x qalsın. Kotangens 50-ni tangens 40 yazaq. Hər tərəfdən tangensi atdıqda 4x bərabərdir 40 dərəcə üstəgəl tangensin dövrü pi k. Pi'nin də yerinə 180 yazaq da dərəcə ilə yazırıq. 180 vur k. Hər tərəfi 4'ə bölək. 45 vur k. İndi deyil 0-180 dərəcə parçasında. K'ya tam qiymətlər verək. K çünki tam ədədlər çoxluğuna daxildir. K'ya 0 verəndə x olur 10. 10 dərəcə 0-180 arasındadır. K'ya verək 1. 45'i 1'ə vuranda 45 üstəgəl 10 55. Bu da aiddir. K'ya verək 2. 2 vur 45 90 üstünə 10 gələndə 100. Bu da həmin parçadadır. K'ya verək 3. 3'ü 45'ə vuranda 135 üstünə 10 gələndə 145. Bu da həmin parçadadır. K'ya verək 4. 4'ü 45'ə vuranda 180 üstünə 10 gələndə 190. 190 dərəcə 0-180 parçasında deyil, açdı buranı. K'ya mənfi 1 verəndə mənfi 45 üstəgəl 10, mənfi 35 0-180'ə aid deyil. Deməli bu 4 dənə ilə məhdudlaşır. Bunların da cəmini istəyir. 10, 145, 10 ilə 100, 110, 55 ilə də 45, 200. 200, 310 dərəcə. 18-ci sual. Doğrudanın oturacağının radiusundan 4 dəfə böyük olan konusun yan səthinin açılışındakı sektorun mərkəzi bucağının dərəcə ölçüsünü tapın.
Əvvəlcə konusumuzu təsvir eləyək. Doğranı oturacağının radiusundan 4 dəfə böyük. Oturacağının radiusuna x deyək. Doğranı 4 dəfə böyük olduğuna görə 4x. Bu da hündürlüyüdür. Olan konusın yan səthinin açılışındakı sektorun mərkəzi bucağının dərəcə ölçüsü. Yan səthinin açılışı bu şəkildə olacaq. Aşağıdakı bu hissə oturacaqdakı çevrənin uzunluğudur. Oturacaqdakı çevrənin uzunluğu da 2πr ilə tapılır. R də x olduğuna görə 2πx-dır bura. Açılışdakı bu yan tərəfləri isə konusun doğranıdır, yəni 4x. Bizdən bu açılışdakı mərkəzi bucağın dərəcə ölçüsünü istəyir, alfanı. Sektorun, belə deyək, qövsün uzunluğu belə tapılırdı da, pi, r, bu müəyyən bir çevrədən ayrılır, baxı bu konusunun yan səthinin açılışı. Həmin o çevrə, yəni böyük çevrənin radiusu 4x imiş, pi, r, alfanı bilmirik, böl 180 bərabərdir 2 pi x-a. Hər tərəfi pi-yə böləndə bunlar gedir, hər tərəfi x-a böləndə bunlar gedir. 180 ilə 4 vur alfa qalsın. 180 də 2-yə vuranda 360. 360-ı da 4-ə bölərik. Alfa 90 dərəcə. 19-cu sual. 3 üzü qırmızı, 2 üzü yaşıl, 1 üzü sarı rəngli olan kubu 3 dəfə ardıcıl atdıqda üst üzə düşən rənglərin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Deməli, kubun 6 üzü var. 3 dəfə ardıcıl atırlar. Üst üzə düşən rənglərin müxtəlif olması hadisəsinin ehtimalı. Bir dəfə atırlar, 6 dənədən 6 mümkün haldan 3 üzü qırmızısı, qırmızının düşmə ehtimalı 6-da 3-dür. İkinci dəfə artıq qırmızı düşə bilməz. Ya yaşıldır, ya sarı. Yaşıl düşürsə 6-da 2-dir. Üçüncü dəfə sarı düşməlidir, 6-da 1-dir. Çünki bir üzü sarıdır. Bu ehtimalı bizdən soruşur. 3 vur 2, 6. Bu ilə ixtisar gedir. Cavab 36-da 1. Burada sadəcə bir məqam var ki, ola bilər ki, birinci qırmızı düşməyib. Sarı düşüb, sonra yaşıl, sonra qırmızı və yaxud yaşıl, qırmızı, sarı və ya yaşıl, sarı, qırmızı. Bunların yer dəyişmələrinin sayını da nəzərə almalıyıq. 3 rəng varsa, 3 yer dəyişmə, 3 faktorial. Bu da eləyir 1 vur, 2 vur, 3, 6. Onda 6-nı vuracağıq 36-da 1-ə, cavab 6-da 1 olacaq. 20-ci sual. D1, D2 və D3 düz xətləri bir nöqtədə kəsişir. Alfa, beta və gamma bucaqlarının dərəcə ölçüləri uyğun olaraq 3, 5, 4 ədədləri ilə düz mütənasib olarsa, alfa, beta, gamma bucaqlarının dərəcə ölçülərini tapın. Gamma, burada gammadır, çünki qarşılıqlı bucaqlardır. Deməli, alfa, beta, gamma cəmi 180 dərəcə olan bucaqlardır. Onda 3x üstə gəl 5x üstə gəl 4x bərabərdir 180-ə. 8, 4, 12x 180, x də bərabərdir 15-ə. Bizdən soruşur alfa, beta, gammanın dərəcəsini. Alfa 3x-a uyğundur, 3 vur 15, 45 dərəcə. Beta 5x-a uyğundur, 5 vur 15 dərəcə, 75 dərəcə. Gamma 4x-a uyğundur, 4 vur 15, 60 dərəcə. Bunları soruşurdu. 21-ci sual. Bizə verilib modul bərabərsizlik. Modul bərabərsizlikdə kiçik olanda onu 2 qat bərabərsizlik şəklində yaza bilərik. Burada modul bərabərsizliyin həllini tapaq. A keçir sağa, üstəgəl olur. Keçir sola, yenə mənfi B üstəgəl A. Deyir ki, bizə modul bərabərsizliyin həlli mənfi 3, 9 parçasındadır. Mənfi 3, 9. Ona belə çıxır ki, mənfi B üstəgəl A, mənfi 3-ə, B üstəgəl A, 9-a bərabərdir.
Sistem tənliyi həll eləsək, B-lər gedir. 2A6, A3. A3-dürsə, ikinci tənlikdə yerinə qoyaq. B üstə gəl 3, 9. B bərabərdir 6-ya. Bizdən AB hasilini soruşur. Cavab 18. 22-ci sual. Y bərabərdir 2x funksiyasının qrafiki B və C nöqtələrindən keçir. A, 1, 0. Deməli, buranın koordinatını məlumdur ki, 1-dir. S, A, B, C'dir, 8-dir. A, B, C'dir. Burada belə bir trapesiya yaranıb. Bu trapesiyanın sahəsidir, 8-dir. C nöqtəsinin koordinatlarını soruşur. Bu trapesiyanın sahəsi nə olacaq? A, B, üstə gəl. CD, yəni oturacaqların cəminin yarısı vur, hündürlüyü də AD-dir. Bərabərdir 8-ə. Buradan biz B nöqtəsinin Y-ni tapa bilərik. Əgər A nöqtəsi 1-dirsə x-i, onda B-nin də x-i 1-dir. Düz xəttdə Y bərabərdir 2x olduğuna görə x-in yerinə 1 yazanda Y olur 2. Deməli, bunun Y 2-dir. Amma biz bunun Y-ni bilmirik. Bu da Y-dir. Bunun da x-ini bilmirik. Olsun x. AB məsafəsi elə 2-dir. CD məsafəsi isə Y-ə bərabərdir. AD məsafəsi isə x çıxılsın 1-ə bərabərdir. X çıx 1. Bərabərdir 8-ə. Bunu sadələşdirsək, 2 üstə gəl Y, x çıx 1 bərabərdir 16. Digər tərəfdən bu C nöqtəsinin apsisi x-dır, ordinatı Y-dir. Onda aparıb burada yerinə yazanda bir də belə bir tənlik alırıq. Y bərabərdir 2x. Əvəz eləsək birincidə Y-i 2x-la. 2x üstə gəl 2. X çıx 1, 16. 2-ni qarşıya keçirək. X üstə gəl 1, x çıx 1. 16-nı 2-yə böləndə 8 qalacaq. X üstə gəl 1, x çıx 1 də x kvadratı çıxılsın 1-dir. X kvadratı 9. X plus minus 3'tür. Amma sağda olduğuna görə təbii ki, müsbət 3 olacaq. Bizdən C nöqtəsinin koordinatlarını soruşur. X-i 3-dürsə, Y-i də 2 vur 3, 6-dır. C-nin koordinatları olacaq 3, 6. 23-cü sual. ABC üçbucağında AC BC-yə perpendikulyardır, şəkildən görsənir. AD BD-yə bərabərdir. AC 12, YB 8, YDB üçbucağının sahəsini soruşur. YDB bu üçbucağın sahəsini soruşur. Burada YDB üçbucağının sahəsini necə taparıq? Bura alfa deyək. Bunlar da bərabərdir x, x. Trigonometrik nisbətə görə sinus alfa qarşı katetin betonuza nisbətidir. Bu qalsın. YDB üçbucağının sahəsi 2-də 1 AB sinus alfa düsturuna görə 2-də 1, A-nı 8, B-ni x, sinus alfa da məlumdur. 12 böl 2x-dir. X-lar ixtisar gedir. 8 ilə 2 ixtisar gedir 4, 4 ilə də bu 2 gedir 2, 2-ni də 12-yə vuranda 24.